Bir də istəyirəm cəmiyyətdə müzakirə olunan hicab məsələsinə də toxunaq. Xüsusən də hicab deyəndə belə ümumi anlaşılmasın, məktəblilərin hicab və ya niqabla məktəbə getməsi. Onun hansısa bir şəkildə bizim cəmiyyətimiz üçün təhlükəsi varmı və ümumiyyətlə bizdə vahid geyim forması var məktəblərdə. Necə olur ki, bu geyim formasından çıxarılma da olur? Yəni kimsə istəyirsə baş örtüsü ilə gəlir, hansı ki bizim vahid geyim formamızda belə bir geyim yoxdur. Bu məsələlə bağlı cəmiyyətdə təbii ki müzakirələrin getməsi normaldır. Biz bu məsələlərə əsas bu kontekstdən yanaşmalı. Azərbaycan dünyəvi dövlətdir. Bəli. Kimin dini necə yaşaması dövləti maraqlandırır. Dövləti maraqlandıran yaşadığın dinin dünyəvi dövlətin prinsiplərinə zərər vurmayacağıdır. O da prinsiplər nədən ibarətdir? Başqasının hüququna toxunmamaq, başqası ilə dinc yanaşı yaşamaq, tolerantlıq. Bu dövlətin hamının azadlıq hüququnu qorumaq məsələsidir. Əgər sənin hansısa bir dini inancın başqası üçün qorxu yaradırsa, təhlükə yaradırsa, dövlət orada müdaxilə edir ki, sən dinini mahiyyət üzrə yaşamırsan. Mahiyyət üzrə yaşamaq nədir? Mahiyyət üzrə hər bir dinin özünün mənbəyi olan kitablar var. Bu kitabda nə yazır? Quran-ı Kərimdə yazır ki, dində zorakılıq yoxdur. Bu kontekstdən dünyəvi dövlət məsələyə yanaşır ki, yetkinlik yaşına çatmayan insanı nəyəsə məcbur eləmək olmaz. Dini təbliğ eləyə bilərsən. Deyə bilərsən ki, bu yaxşı əməldir, bu pis əməldir. Dinin qaydalarını da öyrədə bilərsən. Amma hansısa bir ritualları məcbur etmə elementləri üzə çıxarsa, onda bunu məcbur eləyən məsuliyyət daşıyır. Həm dini nöqteyi nəzərdən məsuliyyət daşıyır, həm də dövlətin qanunları nöqteyi nəzərdən. Çünki zorakılıqla sən öz iradəsinə zidd olaraq kiməsə hicab geydirməyi düşünürsənsə və fikirləşsən ki, mən valideynəm, buna mənim haqqım var. Təbii ki, valideyn kimi sənin uşağın tərbiyəsinə haqqın var. Amma ümumi standart dövlətin məktəb forması var. Nə zaman hicab məsələsi ola bilər? Mənim də məsələyə yanaşmam budur ki, yetkinlik yaşına çatmış hər hansı bir qız öz iradəsi ilə hicab bağlaya bilər. Və bağlayıb məktəb dövrünə də bu təsadüf eləyə bilər. Universitet dövrünə də öz iradəsi ilə bunu eləyərsə buna problem yoxdur. Amma iradə bizdə əsas götürülür yetkinlik yaşından sonraki dövrdə. Yetkinlik yaşına çatmamış uşaqların iradəvi məsələsini məhz bu dini tələb üzərində həyata keçirmək doğru sayılmaz. Və ona görə də biz bunu əslində daha çox anlatmalıyıq. Yəni bunu kimisə inada görə bu məsələyə baxılmamalıdır. İnsan düşünür ki, mən dindaram. Amma indi siz diqqət eləyirsinizsə, məsələnin müzakirəsində mən nəyə diqqətim çəkir? Demək, məsələ ilə razılaşmayan dindarlar daha çox təhqir və söyüş buna keçirlər. Bu söyüşü sizə kim öyrədi? Sizin Peyğəmbəriniz... Amma dində söymək yoxdur axı, bəli. Biz inançlı və dindar insanıq. Sizin Peyğəmbəriniz deyib ki, bu sizinlə razılaşmayan insanları, fərqli bir fikir söyləyən insanı söyün. Bu harada deyilib? Yəni demək istədiyim odur ki, demək siz özünüz hələ dini mahiyyəti üzrə yaşaya bilmirsinizsə, əzbərlədiyiniz ərəbcə 3-4 səlmə sözlə özünüzü ciddi bir dindar hesab edirsə, bu açığı cəmiyyətdə doğru anlaşılmaya bilər. Və ona görə də insanlar birinci növbədə öz fərdi məsuliyyətləri üzərindən çıxış eləməlidirlər. Məsələn, hamı, sanki məsələn bir mövzu deyirsən, hamı başlayır onu ümumiləşdirməyə və Allahın elçisi kimi, müsəlman demək təəssübkeşi kimi, yaxud da bu karikaturalar verdilər, çıxırdılar küçüyə, karikaturanı deyək ki, bir yeri yandıraq, bir yeri dağıdaq deyə tələblər qoydular. Zaman göstərir ki, bu sənin Peyğəmbərinə edilən o zülümləri heç kim etməyiblər. O həmən formada davranıbmı? Yox. O Mədinə hansı toplumuydu? Mədinədə hər bir dindən olan və dini olmayan, bugünkü anlayışla ateist olan hər cür insan var idi. Orada ümumi bir anlaşma imzaladı Peyğəmbərimiz və bu anlaşma əsasında cəmiyyəti idarə elədi. Orada tək müsəlmanlar yox idi ki. Xristiyanı, Yəhudisi və başqaları var. Demək istədiyim nədir?
Biz biraz bu əlahiddə ideologiya artıq vasitəsinə çevrilmiş dindarlıq anlayışından cəmiyyətimizi qurtarmalıyıq. Və bu ideologiyanın təhlükələrini biz harada gördük? İndi siz gedin görün, Əfqanistanda bu cür, burada yaşadığınız kimi yaşaya bilərsinizmi? Yəni, bəzən də onu təbliğ edirlər ki, görürsünüz, İslam qaydalarını tətbiq edirlər. İslam qaydalarını tətbiq eləmək nədir? Bir rəqqasiyə baxmaq, deyək ki, filan qədər şallaqdır, 6 ay həbsdir. Nə bilim, hansısa bir şəkildə qız uşağının məktəbə getməsi, yaxud da hansısa bir tələb irəli sürməsi bir filan qədər məsuliyyətdir. Demək istədiyim nə, ya İranın özündə, indi görürsünüz, zorakılığın nəticəsində insan nə edir? Mən hicab azadlığı istəyirəm, mən taxmaq istəmirəm. Saçın görüldü, öldürürlər. Tələb də haqlı tələbdir. Nədir? Səmimi müsəlmanlıq istəyirsinizsə, Avropada heç kimə hicab məcburiyyəti yoxdur, hələ biraz məhdudiyyəti var. Gedən müsəlmanın yarısı taxır, yarısı taxır. Orada da kimsə gəlib, qarışmır onun işinə ki, niyə bunu taxmırsan? Söyləmək istədiyim odur ki, ümumiyyətlə, dünyəvi dövlət dinin ən rahat yaşandığı bir məkandır. Çünki burada saxtakarlıq eləmirsən. Burada dinini yaşamağa görə, oruç tutmamağa görə, kiminsə gözündə birdən oruç tutmur deyə bunu cəzalandıracaq deyə məcburi orucu tutan kimi göstərmirsən deyə, yaxud da məcburi namaz qılan kimi göstərmirsən deyə, belə bir tələb yoxdur. O baxımdan da mənim fikrimcə bu kimi məsələlərdə dünyəvi dövlətin konstitusiyasına uyğun olaraq və bu ümumi dinin özünün də zorakılıq yoxdur prinsipinə uyğun olaraq bunu etmək lazım. Yəni buna əməl eləmək lazım. Və ona görə də burada hər kəs təbii ki, inancında sərbəstdir və başqasına münasibətdə də mütləq tolerantlığı qorumaq hər kəsin bir borcu olmalı. Çünki bunu qanunlarımız tələb edir. Və ona görə də mən bu kimi məsələlərdə hesab edirəm ki, təbii ki, müzakirələrin getməsi normaldır. Amma müzakirələrdə hansısa bir ittiham edən və ittiham olunan tərəf kimi, dinin adından, dini müvəkkili kimi danışan tərəf kimi adamların çıxış eləməsini doğru saymıram. Sən öz həyat tərzini get, özün istədiyin kimi yaşa. Namaz fərdidir. Bilirsiniz nəyə bənzəyir? 2 nəfər namaz qılanda biri deyir ki, sən o surəni düzgün oxumadın. Deyir, sən hardan bildin mən oxumadın? Deyir, mən səni dinləyirdim. Deyir, və sən dinləyirdinsə necə namaz qılırdın? Bəli. Yəni, demək istədiyim odur ki, indi bir çoxu namaz qılmaq əvəzinə yanındakını dinləyir. Diqqət eləyir. Bunu biz anlatmalıyıq ki, sən öz fərdi məsələn kimi bax buna və cəmiyyət özdə təkcə dindarlığın səviyyəsinin artması ilə inkişaf eləməyəcək. Cəmiyyət elmlə, bilimlə, düşüncə ilə inkişaf eləyir əslində. Amma düşüncə adamın özü də dindar ola bilər, heç bir öz həyatını bu istiqamətdə qura bilər, amma başqasının da həyatına müdaxilə eləmədən. Eyni zamanda baxın, dindar olmayan insanın da məsələn, gedib bir yerdə yeyib içə bilər. Amma çıxıb küçədə xuliqanlıq eləyəndə dövlət gəlir yapışır yaxasından ki, sənin içməyivə görə söz demirəm ki, evində içə bilərsən. Amma çıxmısan çöldə başqasının həyatı üçün təhlükə yaradırsan, ictimai qanun ona görə qulağından tutub atır həbsə, yaxud da cəzalandırır. Bütün sahələrə aid olan bu məsələdir. Yəni ki, ictimai qaydaya uyğun davranmalısan. Məktəb də dövlətin bir dünyəvi təhsil müəssisəsidir. Dövlətin burada qaydaları var. Bəzən də deyək ki, hicablı uşaqların özlərini bir diskriminasiya vəziyyətində hiss etmələrinə şərait yaradırlar. Yəni tək o hicablıdır deyə sinifdə heç kim hicablı deyil. Bu da müəyyən mənada onun psixologiyasına təsir edir. Ona görə də biz yəni əxlaqı geyimdə yox, əxlaqı düşüncədə yaratmalıyıq. Bu Alem var, fransız böyük mütəfəkkirlərdən biridir. Deyir, əxlaq sənin özündə olandır, qonşudakı deyil. Bizim cəmiyyətdə əxlaq qonşuya aiddir. Hamı qonşunu müzakirə edir, amma özünə aid olanı müzakirə eləməyə çalışmır. O baxımdan da hesab edirəm ki, bu cür müzakirələr aparılmasını mən normal yanaşıram. Yəni, tərəfdə hər hansı bir fikri ola bilər. Amma bir də görürsən ki, bunu aparan dindar xüsusilə, dindar bir təhqirə keçəndə, söyüş yazanda
görürsən ki, bu artıq nəsib almayıbdır. Dindən, Qurandan, Peyğəmbərin həyatından nəsib almayıb. Yəni, bu boş görüntü olaraq dindardır. Yəni, deyək ki, saqqalı ilə, cübbəsi ilə, görüntü olaraq o da daxilən, amma o deyil dediyiniz kimi. Görüntü ilə, amma mahiyyətcə bu dindardır, bir də titulu ilə. Bizdə hamının axı həm də dindar olmaq üçün titul lazımdır. Hacı, Məşədi, Kərbəlayı falan bu titullarda mütləq olmalıdır. Tituldan başqa müsəlmanlığı göstərən əməldə bir əlamət yoxdur. Bunu biz tartışmalıyıq, müzakirə eləməliyik və hesab edirəm ki, burada qoyulan qanunlar və qaydalar, cəmiyyətin qaydalarına da əməl edilməsi məncə ümumi konsensus üçün də vacibdir. Təşəkkür edirəm mən sizə. Çox sağ olun Fazil müəllim. Dəvətimizi qəbul edib gəldiyinizə görə və suallarımızı cavablandırdığınıza görə. Belə dəyərli izləyicilərimiz, vaxtda gündəmin əsas məsələlərini müzakirə etdik. Növbəti görüşədək sizdən ayrılırıq. Kanalımıza abunə olmağı, yayımızı bəyənməyi unutmayın.